Dostlar, bugün biz hinduşkalarımızın yem rasyonlarını deyəcəyik. Deməli, 5 aylıqla 11 aylıq hinduşka 11 ay arasındakı hinduşkalara bunları verə bilərsiniz. Əgər yumurtlayırsa, məsəl üçün o indi yumurtlayır bizdə. Əgər yumurtlayırsa, deməli, fərələri ayırıb verə bilərsiniz. Çünki yumurtalayan hinduşkaya tabi vitamin lazım olmayacaqdır. Buğda, arpa, belə şeylər verə bilərsiniz. Amma istəyirsiniz kökəlsinlər, belə kürt yatandan sonra da kök olsunlar, balalarına yaxşı baxa bilsinlər. Onda siz yumurtalayanda da bunları verə bilərsiniz. Çünki hinduşka yumurtalayanda arıqlayır və yumurtalamaq sürətində də kökəlmir. Yumurtlamadan qabaq deyirsiniz ki, kök olur axı bu yumurtalayanda niyə arıqlasın? Yumurtalamağa yağ lazım olur da, yumurtanı hazır istehsal etməyə yağ lazım olur bunlarda. Deməli, öz yağlarından alıb verirlər yumurta kəsəsinə də, içində olan yumurtalıqlarına. Bəli, belə yumurtalayırlar və yumurtaladığı sürəcə istəyirsinizsə kök olsun, bunları verə bilərsiniz. Deməli, tezdən 5 ayla 11 ay 5 ayla 1 yaş arasındakı hinduşkalara deyirəm. Deməli, səhər qayğıdalı, günorta arpa buğda yarmasının suyu ilə, arpa buğda yarmanız yoxdursa heç amma heç təəssüflənməyin. Çünki deməli bu bizdə arpa buğda yarması var idi deyə elədik. Deməli, nə də eləyəcəksiniz? Buğdanı, arpanı və yaxud da istəyirsiniz buğda yarması verəsiniz təkcə və yaxud da istəyirsiniz arpa yarması verirsiniz təkcə. Belə onu qoyursunuz suya. Suya qoyandan sonra da o əgər belə bir gecə saxlayın, o belə yumşalacaq, onu barmağınıza çıxanda əzilib suyu içindəki ağ maye çıxacaq çölə, o un olur, ondan un istehsal olur, amma belə arpa buğda yarması da verə bilərsiniz. Deməli, 5 ay ilə 1 yaş arasındakı hinduşkanın yem rasyonu. Səhər qayğıdalınız yoxdursa alın. Səhər qayğıdalı, günorta arpa buğda yarması, arpa buğda yarmanızda yoxdursa, bayaq ki dediyim üsuldan istifadə edə bilərsiniz. Arpa buğda yarması, axşam da